Hal-hazırda CES-in ən çox danışılan cihazlarından birini əlimdə görürsünüz. Bu süni intellekti, hansı ki daimi olaraq beyin interfeysi olaraq da çalışa bilər. Başın bu nahiyəsinə yerləşdirilir və gün ərzində sizinlə birlikdə olur. Əsas məsələ nədir? Dinləyir. Həm sizi, həm qarşı tərəfi və sizin gündəlik bir nüsxənizi çıxardır və bunu mətn şəklində ötürür tətbiqə bulutusu vasitəsilə. Yəni siz gün ərzində nə danışmısınız, kimə nə sözlər vermişsiniz, hansı mövzular haqqında bəhs eləmişsiniz, daimi olaraq bunu arxivləyir. Beyin interfeysi də adlandırmaq olar. Məsələn, nümunə olaraq göstəreyim. Bu ekranda gördüyünüz bu pini bir həftədə istifadə edən insanın beynidir. Nə qədər insanla əlaqədə olub, onlar arasındakı bağlantı bu formada əks olunur və həmin günə, həmin insanla söhbətə qayıtmaq olur, onun xülasəsini çıxarmaq olur. Yəni, beyninizi çox yükləmək lazım deyil. Belə bir cihaz quraşdırırsınız, avtomatik olaraq bütün qeydləri aparır və lazım olanda da tətbiq vasitəsilə qayıdırsınız. Əslində, texnologiyası çox bəsitdir, sadədir. Telefon vasitəsilə də daim olaraq bunu eləyə bilərsiniz. Amma bir beyin interfeysi formasına gətirib bir çip halına daşıyıblar və nəticədə CES-də çox danışılan cihazlardan biri halına gəlibdir. Bu videonu yəqin ki, gün ərzində verdiyi sözləri, danışdıqlarını unudan insanlara göndərərsiniz. Onlar üçün məncə çox faydalı bir cihazdır. Azercell'in ekskluziv təqdimatında CES-dən yayımları izləmək üçün isə bizim kanala indidən abunə olun.